Axşamınız xeyir olsun. Sizləri yenidən Mərdəkandan salamlayıram. Gəl, TikTok üçün bu videonu 3 dənə ev təqdim edəcəm sizlərə. TikTok üçün 4 dəqiqə 20 saniyyə çəkdik. Görək, YouTube üçün neçə dəqiqə çəkəcək. Evi tam dövr eləmək olur. 3,7 sotun içindədir. Burada söhbətgahı isti döşəməli, içində sanitar qovşağı. Biraz test çəkək. Bu 3 videonu da bir yerə yerləşdirməliyik. Burada hovuzu 8 metr uzunluğunda 3,5 enində 160 kvadratlıq geniş bir dənə evi, sol tərəfdə mətbəxi, sağ tərəfdə zalı, ev tam isti döşəməlidir, bütün sənədləri qaydasındadır, kommunal xəttləri, qazı, suyu, işığı, hər bir şey var, ipotekaya yararlıdır. Burada birinci yataq otağı 19 kvadratlıq, burada ikinci yataq otağı 25 kvadratlıq, burada üçüncü yataq otağı və içində özünün sanitar qovşağı olan 30 kvadratlıq yataq otağı və ümumi sanitar qovşağı getdi o bir evə. Ya Allah. Burada yanında su ambarı var. 7 tonluq su ambarı var. Hovuzun filtre sistemi var. Evi tam dövr eləmək olur. Heç bir tərəfdən divara birləşməyib. Ya Allah. O 59A idi. İndi gəlirik 59B'yə. Bu ev 3,5 sotun içində yerləşir. O 3,7 idi. Üz dizaynları fərqlidir. Demək olar proyekt eynidir. Yenə də sol tərəfdə söhbətgahı, içində sanitar qovşağı və evi tam hər iki tərəfdən dövr eləmək mümkündür. Arxada kombi sistemi var. Yenə də eyni proyektdir. Daxil olduq evimizdə 160 kvadratlıq. Sadəcə olaraq rəng tonları fərqlidir. Daxil olan kimi sol tərəfdə mətbəxi 30 kvadratlıq mətbəx. Sağ tərəfində 45 kvadratlıq zalı. Yerlər laminatdır. Bunu da qeyd edeyim. Tavanın hündürlüyü hər 3 evdə 3,50-dir. Burada birinci 19 kvadratlıq yataq otağı, burada yenə də eyni qaydası ilə 25 kvadratlıq yataq otağı və üçüncü yataq otağı özünün sanitar qovşağı. Bu da 30 kvadratlıqdır. Hər kim alacaqsa Allah xeyirli, uğurlu eləsin. Allah hər birimizə bundan gözəlini nəsib eləsin inşallah. Burada da ümumi sanitar qovşağı. Gedək indi üçüncü evimizi təqdim edeyim sizlərə. Gördüyünüz kimi 3 pilləkəndən qalxırıq. Ümumiyyətlə evlər tikiləndə 5 və yaxud da 6 pilləkənin fundamentdən sonra 5-6 fundamentdən sonra 5-6 daş qoyulur. Onun 2 daşı itir. Yəni qalır yerin altında, fundamentdə qalır. Gördüyünüz kimi bu sudur, qazdır, işıqdır. 3 kommunal xətti də var. Burada 5,5 sotun içində geniş bir həyəti olan 220 kvadratlıq evi, 8 metr uzunluğunda 5 metr enində hovuzudur. Burada söhbətgahıdır, içində sanitar qovşağıdır, mətbəxidir. Gördüyünüz kimi bu ev əşyalıdır. Bu evin qiyməti 370 min manatdır. O 2 dənə ev göstərdiyim 290 min manatdır. Burada da uşaqlarımızı, körpələrimizi yaddan çıxartmayıb ev sahibi və orada mini bir dənə park düzəldib onlar üçün. Eyni o evdə olduğu kimi burada da həyətdə dövr eləmək olur. Sadəcə o evlərlə bu evin fərqində burada verandanın olmağıdır və gördüyünüz kimi əşyaları da qoyulub. Yenə də burada da 10 tonluq su ambarı qoyulub. Daxil olan kimi evlər eyni qaydada, yenə də eyni proyektdədir. Sol tərəfdə sadəcə olaraq mətbəxdir. Mətbəxlərin rəngləri fərqlidir, divar kağızlarının rəngləri fərqlidir və laminatların, daşların rəngləri fərqlidir. Amma proyekt olaraq eynidir. Burada sadəcə bu ev biraz daha böyükdür. Burada birinci yataq otağı 22 kvadratlıq, burada 27 kvadratlıq yataq otağı və burada 35 kvadratlıq yataq otağı özünün sanitar qovşağı. Bax, gəl buradan bəbələrin yerini də göstərək. Bax, uşaqlarımız, nəvələrimiz oynasın. Allah xeyir versin. Hər kim alacaqsa xeyirli, uğurlu olsun. Burada da ümumi sanitar qovşağı.
Yoruldum ha. Değerli insanlar, güzel müşterilerim, herkesin Allah ruzusunu versin, geldim, təqdim elədim sizlərə. Kanalımıza abunə olmamışsa, zəhmət olmasa kanalımıza abunə olun. Əgər xoşunuz gəlirsə məndən təbii ki. Xoşunuz gəlmirsə çevirin getsin, heç abunə də olmayın. Allah hər birinizi var eləsin, özünüzdən müğayət olun, özünüzə yaxşı baxın, hələlik. Onu demədim. Mərdəkanda Ağ Ev deyilən ərazidədir. Bax, bu videoda onu deməmişdim. Ağ Ev deyilən ərazi var, onun yaxınlığındadır. Daimi yaşaya biləcəyiniz bir yerdir. Özünüzdən müğayət olun. 5.38 oldu bu, əladır.